Boyu rekordlayıb. Dörtgenler ümumiyyətlə teriyosda çox az düşür. Ən çox teriyosda türklərin saldıqları, yəni dördbucaqlılarda Aysu Muxtarova ən çox saldıqları açıqcası paralelkenar yamuk. Bizdə məsəl üçün dimdə də münsiflər heyətinin ən çox saldıqları sual trapesiyadır. Daxilə çəkilmiş çevrədir, xaricə çəkilmiş çevrə. Yəni bu şəkildədir. Üçgen zaten vazgeçilmezdir. Çemberden de ki, zaten 10 dənə terörist geometri olduğu için yani maşallah Nissin Qrup çox inkişaf elədi. Halal olsun. Belə birinci testten başlayalım çocuklar. Buyurun test 1'də. Test 1'də. Bəzi şagirdlərdə yoxdur, bəzi şagirdlərdə mutlaka olacaqdır. Var mı Fəxriyə bir test 1'də? 10 var. Hı -hı. Bir saniye əsəbləşmə, Lətafət. Benim kalemim nerede? Aha. Şimdi nedir? 50 var. 50 harada? Ha 70'dir. Ha burada A, A, B, B yazanda A üste gelinsin B iç asıların toplamına göre 130 olur. Yüz otuz olur. Ha. A, B, C, D'nin dört bucaqlısının daxili bucaqlarının cəmi 360 olduğuna göre 2A üste gəl 2B edir 260. Üste gelinsin 70. Üste gelinsin X beraber neçəyə? 360'a. X de niye beraberdir? Deyəsən buradan 30'a yani aşık. Geometri zaten çok düşmez uşaqlar. Çok çətin düşmür. Başlayırsınız mı? Prosta geometriden çok uzak kalan şagirdlər, eləmizən ev tapşırıqlarını Vahid. Sən maşallah məsuliyyətli uşaqsan. Qalan şagirdlər üçün belə deyim də çətin gəlir. Bir də əlavələrdə Mənsura müəllimi ilə arkadaşlar şeyləyin də geometrini yavaş yavaş çözdürün. Ben demişəm də, yəni ki kolay geometriden köhnə kitablar kolay geometriden köhnə testlerden elətdirin. Ama hocam bunları bitirmişik deməklə deyil də. Yenidən elətdirmək lazımdır. Sonra test 1'də. İsmi var mı test 1'də? Ha, bir de burada şey 7. solda üstünde yazmıyorlar. Burada kural neydi? X 40, X 100 verirdi. Kural var idi elə. Sonra çocuklar test 1'də yoksa o zaman test 2'ye keçirəm. Test necədə? Keçdim test 2'ye. Test 2'dir bu. Aha. Neçə? İkinci sual. Hı -hı. Deməli, ikinci sualda D vahid. Kimi izah eləmək ikinci suala? D Aysuzum. Yine geldi yaz ayları. Bir attım battım gidelim ki şey uşaqlarda. Küçük üçgende A üste gel B üste gel 110 180 olduğuna göre A üste gel B ne olacaktır? 70 olacak. Aha apatom. He, bildiğimde kural belədir. 155 beraberdir. Bura. Üçünün cəminə, düzdür mü? O zaman 155'ten benim balam. 2A üste gel 2B'ni çıxıram. Cavab edir 15. Çünkü A artı B 70 olduğuna göre cüt bunların cəmi 140 olacaq. Sonra bu testte. Hı -hı. Deməli, 4'te necə idi formula? Qarşı-qarşıya kvadratlar cəmi. 3'ün kvadratı, 4'ün kvadratı bərabərdir 2x'in kvadratı, x'in kvadratı. 5'te de aynı şey. Prosta orada demişdik ki, if şeklinde bu şekilde alırdık ki, qarşı-qarşıya kvadratların cəmi A kvadrat üstə gəl 2A kvadrat, yəni obşi demək istədim. 3 kök 5'in kvadratı üstə gəlinsin kök 5'in kvadratını. Buyurun sonra. 3, 6 bunlar hamısı formula idi. Neçə? Deməli 9'da 9'uncu sualda çocuklar. Burada muhteşem üçlüyə görə A, L, L, D, K, L-ə görə bura məcburen 90 olur. Yəni ki
Ne deməkdir bu? Dik üçgəndə, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median 3 bərabər hissəyə bölünür. 3 bərabərsə tərs teoremdir də. AL, LD, KL bir-birinə bərabərdirsə, o zaman nə olacaqdır? Kvadrat olacaqdır, yəni ora. Və düstura görə nə olacaq? 5-in kvadratı üstə gəlinsin 5 kök altında 3-ün kvadratı bərabərdir 6-nın kvadratı üstə gəlinsin AD-nin nəyi kvadratına? Hı -hı. Yəni onu da mən buradan AD neçə alınır? Aha, AD 8 olur. O zaman 4, 4, 4 kimi bölünəcək. Yəni A bəndi. Sonra uşaqlar. Hı. Deməli, istənilən dördbucaqlının diaqonalları perpendikülər olanda nə edirdi uşaqlar? İstənilən D1 vur D2 bölünsün 2. Ama orada həmişə bazı misallarda var idi ki, orada sinüs alfa məsələsi var. Burada sinüs 90 olduğuna göre bir olur. Dolayısıyla ne olacaktır? 8 vur Y bölünsün 2 bərabərdir 40'a. 5 kaldı. Y de neye bərabərdir? 5 2'in 10'a, yani B bəndi. Aydındır. Bu rombda məsələsinin özünü daha net göstərəcək. Yəni rombun sahəsi poliqramın sahəsinə görə A vur H olacaq və ya sinüs alfendə çox şey olmur da. Amma D1 vur D2 bölünsün 2 də olacaqdır. Sonra yanlışlık mı var? Yox, 6 vur 12 bölü 2 də. Deməli, bizim müfredatda 2 dənə hərf verilib hə? Aydındır da orada səhvlik olub, hərf səhvliyi olub. Deməli uşaqlar konu nədən ibarətdir? İçbizan sayısı nə idi? AH bölünsün 2. Ama bu bizim orta məktəb kitablarında belə testlər yoxdur. Buradakı konu nədən ibarətdir? Yəni hökman və hökman üçgəndə üçbucaqda demişdik də. Hökman və hökman o hündürlük oturacaq deyə bir şey yoxdur. Dəxil nədir ki, yenə də A vur H bölünsün 2. Yəni nə olacaq? 6 vur 12 bölünsün 2 36 olacaqdır. Keçdik Next 10'e. Buyurun test 3'te. A vur B vurulsun sinüs 60 bölünsün 2. Yəni necə oturacaq hündürlükdə otura bilmirsə, işlədinizmi hündürlük oturacaq məsələsində, yenə də əyri bucaqlı kimi bu şəkildə A vurulsun B vurulsun sinüs alfa bölünsün 2 olacaqdır. Yəni 2 vur 10 vurulsun sinüs 60 bölünsün 2. Lətafət başınızda yəqin ki. Hamısında eyni şey olacaqdır. Hamısında eyni şey olacaqdır. Qoy mən suala baxım bir dənə. Bəli, bəli, bəli. A vurulsun B vurulsun sinüs 45 bölünsün 2. 5'te de 8 vur x vur sinüs 45 bölünsün 2 bərabərdir 20'ye. Aydındır da hamısı trigonometrik əlaqələrlə. Altını eləmişsiniz də yəqin ki, median sahəni yarıya bölür məsələsi kimi. Mən özəllikləri şeylərim. Buyurun test 3'ün ikinci səhifəsi. Çox gözəl suallar var. Neçə? 11. 10 da 11 də ikisi də aynıdır. Hə, deməli bir dənə bu formullarını bir dənə təkrar eləyək. Orta nöqtələrlə birləşdirən daxilə çəkilmiş bir dördbucaqlı olanda
S1 üstəgəl S3, S2 üstəgəl S4 olurdu və eyni zamanda S1, S2, S3, S4-ün cəmi ortadakı dördbucaqlının sahəsinin cəmini verir. Burada nə deyir? Burada deyir ki, S1 11'dir, S3 3'tür. Aha. 11 ha 11'den 3'ün cəmi 14 elədiyi üçün dolayısıyla bununla bunu da cəmi 14'ü verəcək. 14 o da 14. Orta nə oldu? 28 oldu. Общий sahənin hissəsi olacaq desə 56. Hamısı bir-birinə bağlıdır da təranə. Everybody understand. Vahid özündə sən maşallah həndəsən çox güclüdür. Özün yaxşı oğlan olmasan da həndəsən yaxşıdır. Aha. 12 də eynisi amma burada bir dənə çubuq var. O da L ilə M-ni birləşdirmək lazım idi. Həmən bunu da həll eləyəlim ki, uşaqlar sonra deməsinlər ki, müəllim o sualın üzərindən keçdi. Zarafat edirəm əlbəttə ki. S5 5, S2 7, S3 6. Deməli çocuklar 7 ilə 6-nın cəminə verdi. Deməli 5, əli burada nə olmalıdır? 8 olmalıdır, düzdürmü? İndi S4-ün cəmi bunların hamısının cəmidir. 12, o da 12. Hə, 13, o da 26, düzdürmü? Общий sayını verir. Bizə də ştrixlənmiş sayını verdiyinə görə 26, 8 elədi neçə? 34, yəni A bəndi. Müəllim, mən oranı başa düşmədim deyən varmı? Nurlan baş dön, quzu kəsərəm. Hə? Aha. Belə, geometride test 4. Buyurun. Burada da 4-cü suala aid bəzi kurallar var. Bildiyinizdə diagonalların cəmi nəyi verəcəkdir? Fuad müəllim salam, necəsiniz? Uğur olsun. Bəlkə bir vaxtı ortaq bir dənə yayın eləyək inşallah. Aha. 4-cü sual əslində o şəkil isbatı biraz ortaq xəttdən gəldiyinə görə şey ola bilər, amma ABCD'nin ortasına çəkilmiş. BD nə olacaqdır? Burada yarı-yarıya olacaqdır. Buyurun, test 4'te varsa deyin. Adınız necə oldu? Adım Ümid müəllim. YÖS geometri dərsindəyik. Fuad müəllim, başqa nə var, nə yox? Buyurun deyin uşaqlar. Eyni anda 3 dənə canlı yayım açmışam. Həm Zoom'da, həm bütün hamısında. Buyurun çocuklar. Первый вопрос. Aha. Bu hə verilib ki, yazdı da düşdü ki. 29, 16 çıxan kimi oldu neçə? 13. Dolan başmadı, nə? Biz bir yaxları formulada nə dedik? Ortadakı sahə общий sahənin yarısıdır. Və eyni zamanda qarşı-qarşıya üçbucaqların sahələridir. Düzdürmü? S1 də 16 görüldüyünə görə, deməli 58-i 2-yə bölən neçə elədi? 29 elədi. Cüt-cüt o üçbucaqların cəmi oldu da. Deməli 29 olanda 16'sı bura qalıbsa, anlatabildim də. Eyni anda AKN ilə LCM'nin də cəminə verəcəkdir. Thank you very much teacher. Aha. Necə? Ya o zaten aydın da bir şeydi. Hı hı. Next one, ben özüm zarafata next one diyorum. Next one'dır tabii ki. Hı hı. Bir saniye. Bize verilir BD nedir? Ha, diagonallar verilip ki burada ha. 16'dır. AS'de 12'dir. Hı. Ha, məcburən nədən adı şey olur da. Deməli 6-8 olur. 6-8-10. KLM'in də sayısını istədiyinə görə 6 vur 8 bölü 2. Burada aydın ki bu 90 dərəcəlikdən gəlir də. Buna aid min cür belə deyim də isbatlar demək olar çocuklar, amma indi baxın da. Ümumiyyətlə belə tipli suallarda biraz zirəyi olmaq lazımdır imtahanda ismi.
Misal üçün də, tutalmışız bu kural vəbşin bir dənə kural yadından çıxır da. Yəni hansısa formula yadından çıxır. Yəni orada 16 var, 12 var, nə bilim sahəni vurub yarıya bölmək var. Bir də yarıya bölərəm, nə bilim. Anlata bildim nə demək istəyirəm? 10 yarısı, bunun yarısı, bunun yarısı, onun yarısı. Bəzi variantları eləyib 48 ola bilməz məsələsi, nə bilim 60 ola bilməz. Yəni 16 12-yə görə lap tabanca tapıb da maşallah test üsulunda elə şagirdlər çıxır da. Next one, please ask your question. Sonra paralel kenara keçəcəm. Neçə? 9. Question number 9. Niyə sürüşmədi mouse? Hə, çox gözəl bir sual soruşdunuz. Deməli, burada 90 dərəcə olduğu üçün burası 60 olacaqdır. 30-un qabağındakı 4-dürsə 60-ın qabağındakı 4 kök 3 olur. Bizdən nə istəyir? ABCD-nin sahəsini istəyir. Sonra ha burada 90 derece var yukarıda. Bura 60 olur. 90'dırsa bura 30 olur. 30'un qabağındakı neyse 60'ın qabağındakı ondan kök 3 dəfə böyük olduğu üçün kök 3'e vuranda 12 olacaq. Всё. Общий sayını istədiyinə görə D1 vurulsun. D2 bölünsün 2. И это будет 6 kök 3 vurulsun 16 bölünsün nəyə? 2'ye. 16 2 8. 48 kök 3 yani G bəndi olmuş oldu. Yazın çocuklar lütfen. Yazın. Nuray başlı mı benim balam? Tarana yes вопрос. Ee, sonra neçə dənə sual qaldı burada? 3 dənə zannedersem sual qaldı. Buyurun var mı neçə? 16 yoktur axı 12-ci. Ha. Səhvlik var solda. Aha. Bir baxın məndə 500 o zaman. O zaman burada 90 dərəcədir. Aha, gəlin AB'ni tapalım. AB bir dənə mən də hesablayayım. 75 hədə 10 6 108 oldu 8. Sonra Hmm, yo yo. Ha başa düşdüm. ABL'nin sayısını tapabilmək üçün A var H bölünsün 2'dən. Necə ha nəyə vurdun sən? Hanı verib? Ha K ile 3 verib ha. Sən dedin lətaf etməndə 8 vur 3 bölü 2'də. Yəni bu 24. Sən dedin ilə mən də görənmədim.